Cənab Prezidentimizə də torpaq ziraat kəntlərinin sədrini göndərsin, necə 98-də torpaq verildi. Həmən torpaqlar ölçülüb bizə verildiyi kimi, öyrüsüdə verildi kimi, Yavər müəllim təzdən gəlsin, o torpaqları ölçsün, xalqa qaytarsın. Bərdə rayonunun Şatırlı kəndinin sakinləri Kanal 21-ə müraciət edərək örüş torpaq sahələrinin zəbt edildiyini bildiriblər. Kənd sakinlərinin sözlərinə görə 1998-ci ildə aparılan torpaq islahatları zamanı həmin ərazilər rəsmi olaraq örüş sahəsi kimi müəyyən edilib. Lakin buna baxmayaraq Bağırov İsmail tərəfindən bu torpaqların zəbt edildiyi iddia olunur. Sakinlər bildirirlər ki, uzun illərdir malqaranın otarılması üçün istifadə etdikləri örüş sahələrindən indi istifadə edə bilmirlər. Üstəlik, Sovet sədrinin həyat yoldaşı tərəfindən həmin örüş sahələrindən istifadə etdiklərinə görə kənd sakinlərinə qarşı məhkəmədə 38.000 manatlıq iddia qaldırılıb. Kənd əhalisi bildirir ki, bu vəziyyət onların dolanışlığına ciddi zərbə vurur və haqsızlıqla üz-üzə qalıblar. Şatırlı kəndinin sakinləri kanalımız vasitəsilə ölkə başçısına və aidiyyəti qurumlara müraciət edərək yaranmış problemin həll olunmasında onlara köməklik göstərilməsini xahiş edirlər. Salam, hər vaxtınız xeyir. Biz bugün Bərdə rayon Şatırlı kəndindəyik. Bərdə rayon Şatırlı kənd sakinlərinin örüş otlaq sahələrinin zəbt olunması ilə bağlı bizə müraciət olmuşdu. Biz də bugün Bərdə rayon Şatırlı kəndindəyik. Kənd əhalisi də yığışıb. Hamısı da ki, maldarlıqla məşğuldur. Qısaca konkret gəlin kənd sakinlərinin özünün şikayəti ilə bağlı özləri ilə müraciət edək. Bərdə rayon Şatırlı kənd sakininin Qarabağ qalisi Şükürov Adil Umudoğlu. Ona göstərdim bizim torpaqlarımızda örüş yerlərimizi Bağırov Məhərrəm oğlu İsmail, Bağırov İsmail zəbt edib. Örüş yerlərimizi xahiş edib, bizə kömək edib o torpaqları qaytarasın. Ona görə bizim onun imkanı olduğuna biz imkansızıq, onun imkanı böyütüb bizim torpaqlarımızı əlimizdən alıblar. Bizim qaz örüşlərimiz var, qamışlığımız var. 12 hektar torpağın yararı xalqa örüş yeri verib, o var. Onların hamısını Bağırov İsmail öz üçün mənimsəyir. Buna görə xahiş edək, bu işlə məşğul olsun. Bizi Cənab Prezidentimizə, Cənab Nazirlərimizə, Kənd Təsərrüfat Nazirimizə, Mehriban xanım Əliyevə bizim sözlərimizi çatdırasın ki, bizi tapdalayırlar, qoymayın bizi tapdalayırlar. Sakin İskəndərov yavrum. Şikayətiniz nədir? Şikayətimiz ona görədir ki, o vaxt islahat gedən vaxtı Yavər müəllimin iştirakı ilə burada islahat gedir. Torpaqlar bölünür. Yavər müəllimin o dövr göstərdiyi örüş sahəsində mənimsəlidir. Yavər müəllimi də biz ortaya çıxarda bilmirik, asıl eləyik, yaxın gəlir. Ki, gələ bizə, biz xahiş edik, gəlsin bizim örüşümüzü göstərsin. Sizin örüş yeri burada? Bəli, bəli. Örüş yerləriniz burada. Nə qədərdir burada örüş yeri? Neçə Bunların hektardır? zəbt elədiyi 6-2 hektar əşraflıqda zaten şəhid ailəsindən verir. Öz boyu öz yanından. 8 hektara qədər idi. Yəni sənədləşmə onun özündən Bizim birisi olur. Hamısı sənədləşmə. Əslində götürəndə bu ərazi hamısı örüş yeridir. O da o otlaq yerlər, gökənən yerlər də hamısı satmışdı. Yəni zaman təzyiq nəticəsində qaytardı. O həmin adamlar çıxdı getdi, onların pulunu da qaytarmadı. Burada cəmaət tərəfindən zəbt alınmışdı. Təzədən getdi şəhid aləni saldı, özünə çəpər çəkdi. Onun vasitəsilə. Buradan da 6 hektar yer, bax bura qalan, bax bu taxıl yeri 6 hektar yer, 13-dür. Yenə bu da zəfti, örüş yeridir. Əslində onun 6 hektar bələdiyyə yeri istəyir bu tərəf, bu arxın o tərəfi. 6 hektarda o deyə orada var, bələdiyyə yeri. Bu yerlər 13-dür. Bu yerlər qalan hamısı, O sənəddə bu yerdə var. indi bax bu 6 hektarı oranın sənəti ilə, çıxarışı ilə buranı zəbt edir. Buna məhkəmələrdə belə onlar nə əsər istəyirlər, qərar verir. Arada deyirik mümkün deyil. Al vəlini hamısını. Operasiya məhkəməsinə gəlib düşmüşük. Operasiya məhkəməsinin hakimi özü gəldi bu əraziyə baxış keçirdi. Bax elə bu qamışlıq sübutdur. O qamışlıq dədə babadan qamışlıq olub. O qamışlığı ona sual verdi ki, o Allə müəllimə sual verdi ki, hakim. Qamışlıq hara tutdu görün belə bir sahənin ortasını göstərdi. Mən də dedim qamışlıq deyə buradır, kötü deyil oradadır, hələ oradadır. Yəni heç yeri tanımır, ərazini bütövlükdə tanımır bu adam. Bu adam Tərtərin Qaradağlı kəndindən bura gəlin götürür. Amma burada trilyonluq edir, cəmaatı torpağını əlindən alır, zəbt edir. Ona da nə icra başçısı, nə məhkəmələr heç birisi düzgün qərar vermir. Bax.
Salov Sahib İsmailoğlu, Bərdər rayonu Şatırlı kəndi yaşayıram. Mən indi deyəcəyim sənədlərlə bağlı da dəqiq faktlar deyəcəm. Buyurun baxın. Bax, hamı da buna şahid. Şatırlı Belediyəsinin verdiyi 6 hektar torpaq sahəsi. Başda peçatı da var, ayaqda da torpaq şöbəsinin möhrü var. Və burada da göstərilir ki, B-dən C-yə qədər olan ərazi otlaq örüş sahəsi ilə həmsərhəddir. Bunu Şatırlı Belediyəsi verir. Həmən sahə bax buradır. Burada da göstərilən qamışlıq, xəritədə də fakt öz sübutunu tapır ki, qamışlıq həmən ərazidir. Orada göstərilir, həmən 6 hektardır. Bu sahəni şu açığı Çukuraki Kənd Bələdiyyəsi verir. Sonradan tərtib olunmadı. Diqqətlə nəzər salsaq görərik ki, bələdiyyə sədrinin nə imzası var, nə möhrü var. Ayaqda torpaq şöbəsinin möhrü var. Bu ərazi Şatırlı Bələdiyyəsinin ərazisi olubdur. O vaxtda Şatırlı Bələdiyyəsinin sədri Təhməzov Baxşalı idi. Bu sahənin mən özüm də həmən ili 1-ci 5 illikdə bələdiyyə sədrinin müavini olmuşam. Bu yerin verilməsindən mənim xəbərim olmayıb. Nə iclas keçirməmişik, nə bələdiyyə üzvlərinin iştirakı ilə heç bir məsləhət, məşvərət olunmayıb. Eləcə də bu yer. Bu yerdə Çukuraki Bələdiyyəsinin ərazisi olmaya Şatırlı Bələdiyyəsinin ərazisidir. Həmən yeri Çukuraki Bələdiyyəsinin sədri Hüseynov İlham yer icra nümayəndəsinin kürəkənidir. Bu yeri qeyri-qanuni yolla, heç bir iclas keçirilmədən həmən bələdiyyə üzvlərində məndə ilkin sənəddə iştirak etməməsi barədə imzaları var, ərizələri var. Mən onu apellyasiya məhkəməsinə də təqdim elədim. Apellyasiya məhkəməsindən hakim gəldi bura, yerə baxış keçirdi və bildirdi ki, həmən yer zəbtdir. Bundan başqa Bərdər rayon Restr xidmətinin mütəxəssisi deyək, mühəndisi deyək, Xaqani Süleymanov gəldi. Bu sahəni ölçdü. Bu biri sahənin rəyini verdi ki, həmən sahədə 99 sot qamışlıq, görürsünüz ki, qamışlıq o ərazidədir. Şatırlı Bələdiyyəsinin verdiyi torpaqdadır. 25 sotda kövər arxı. Buyurun, bu da kövər arxı. İndi gəlin, göstərin görək, bu Çukuraki Bələdiyyəsinin mübahisəli yer buradır. Mübahisəli yeri Xaqani Süleymanov ölçüb, yazıb ki, bu yerin 99 sotu qamışlıqdır. İndi bu qamışlığı burada bizə göstərən yoxdur ki, gəlsin desin, bax, bura qamışlıqdır. Burada qamışlıq yoxdur. Birinci məhkəmədə Bərdər rayon məhkəməsi Elsun Əhmədov var idi, hakim. İşə baxdı və yazdı ki, Şatırlı Bələdiyyəsinin verdiyi yer 6 hektar yer, burada da möhrü də var. 08-29-131 sayılı çıxarışı yeri verən Şatırlı Bələdiyyəsinin yeridir. Bax, o həmən sahə buradır. Sonra yazır ki, ikinci listə, həmən qərardadır da o da. Çukuraki Bələdiyyəsinin verdiyi yer 2 qismə bölünüb. 4 hektar torpaq ikinci qrup olduğu üçün ayrı çıxarış verilir. Çıxarış növbəsi, bəli. Torpağın keyfiyyət qrupuna görə də, yəni 4 hektar 08-29-132 sayılı çıxarışlandı, 2 hektar 08-29-133 sayılı çıxarışla verilir. Çukuraki Bələdiyyəsinin verdiyi yer buradır. Çukuraki Bələdiyyəsinin adı Hüseynov İlham idi o vaxt. 29 oktyabrda apellyasiya məhkəməsindən sonra Ali məhkəmə işə baxıb, yekun qərarı yenə bunların xeyrinə verir. Amma bizim elə deyək, çox sayılı müraciətlər əsasında Bərdər rayon ədliyyə, region ədliyyə sübut elədi ki, həmən 6 hektar yerin 2 hektarı örüş ekologiyasına olduğu üçün yeri şumlayan şəxsə də hələ İnzibati Xəta Məcəlləsi ilə güya cərimə də tərtib olunur. Həmən çıxarış, ləğv olunan çıxarış bu yerin ayağındadır. Amma Bərdər rayon daşınmaz əmlakın mütəxəssisləri göstərirlər ki, güya həmən yer buradır. 131 sayılı, axırı 131 sayılı çıxarışla olan yer buradır. Əfsuslar olsun ki, burada məhkəmə sənədində də göstərilir ki, 131 sayılı çıxarışı olan sahə buradır. Bura 132 və 133 sayılı çıxarışla verilən torpaqdır. 133 sayılı çıxarışla ləğv olub, örüş yerinə düşdüyü üçün. Əslində hamısı örüşdür. Hələ ki, 2 hektarı ləğv ediblər. Əkilən sahədə buradadır, görürsünüz. 10 hektar yer əkilir yenə. Nə torpaq şöbəsinin bu işdə xəbəri var, nə
İndi biz onunla bağlı aidiyyatı orqanlara, Ali Baş Komandanımız İlham Əliyev cənablarına, Mehriban xanımla müraciət edirik ki, bizim bu torpaq sahələrimiz qayıtsın özümüzə. Örüş sahəsini heç bir kəs, nə bir qarış prezidentin dediyi kimi sata bilməz, nə oradan heç kimsə bir qarış torpaq ala bilməz. Çünki bu torpaqlar hərənin torpaq payından 3 sot, 5 sot yığılır, tutulur. Bir qıraqda saxlanılır ki, kənd sakinləri örüş kimi istifadə eləsin, maldarlığın inkişafı yüksəlsin. Bax, indi hamı malı satır, ona görə də bazarda bahalıq yaranır, istər süd məhsullarında, istərsə də ət məhsullarında. Çünki qabaq bu kətdən gəlirdi bura 3000 mal, indi 500-600 mal gəlir. Hamı örüş olmadığı üçün heyvan döşüyü satır. Hani mən bir dənə əlavəm. Xahiş edirik. Bağlı İsmail'in əlində olan sənəti var. Neçə də hektar bir sənəti var da. Gəlsin həmən əklin yeri ölçüsün. Nə qədər yer əkilər. Həmən sənət. Yox, orada. Hektarı azaldan da oradan 3 hektar yarımı oradan ək. Onun sənəti yoxdur. Buranı ək. Buranı ək. Sənət çıxmış ya. Görək nə qədər bunu yer əkir. Dövlətə keçirdik bunu qədər. Neçə hektar bunu keçirdik, neçə hektar əkir. Torpaqlar gizlənilir burada. Nə qədər torpaq gizlənilir. Xahiş edirik. Belə cənab prezidentimizə də torpaqlar kəndlərini sədrin göndərsin, necə 98-də torpaq Yavər verildi. müəllim. Həmən torpaqlar ölçülüb bizə verildiyi kimi, örüş bizə verildi kimi, Yavər müəllim təzdən gəlsin, o torpaqları ölçsün, xalqa qaytarsın. 1998-ci ildə avqust ayının 31-i 12 saylı qərarla bu kənddə islahat gedir. Bir dəqiqədə 98-ci ildə islahatın tərtib etdiyi xəritə əlimizdədir və bu xəritədə bu sahələr örüş kimi göstərilir. Bu torpağın təyinatını Nazirlər Kabinetinin qərarı olmadan heç kimsə də bunu dəyişə bilməz, nə icarəyə verə bilməz örüş torpağını, nə də satıla bilməz də kiməsə 70 illik müqavilə ilə. Elə bu sənədin saxtalığı ondan ibarətdir ki, Nazirlər Kabinetinin qərarına görə 15 ildən artıq icarə müqaviləsi yoxdur. Amma burada göstərilir ki, 70 illik müqavilə ilə 2074-cü ilə qədər bu yerlər Filankəsər Bağırov İsmailə verilir. Bərdər Şatırlı kəndinin örüş otlaq sahələrinin zəbt olunmasına bağlı müraciət elədilər. Bu barədə biz də öz işimizi bilərək gəldik, Bərdər Şatırlı kəndində çəkiliş apardıq. Diqqətinizə görə çox sağ olun. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır. Kamilə Əsədov, Zəhra Kələndərova, Sarvan Arifoğlu, Kanal 21.